Süd vəzi xərçəngi qorxulu xəstəlik deyil, qorxulu bir patologiya deyil. Sadəcə olaraq vaxtında aşkarlayıb, vaxtında müalicə olunarsa, onun sağalma nəticələrini əldə eləmək olur. Bu ay çəhrayı aydır. Süd vəzi xərçəngi ilə qorunmaqla bağlı mübarizə ayıdır. Xanımlara tövsiyəmiz bundan ibarətdir ki, vaxtında müayinə olunun. Bəzən ildə 1, 2, 3 dəfə olmaq şərti ilə süd vəzinizin ultrasəs müayinəsi, mamoqrafiya olunaraq vaxtında patologiyanı aşkar edilərək, bəzən olur ki, yalnız və yalnız patoloji toxumanın götürülməsi ilə, bəzən süd vəzinin tam şəkildə götürülməsi ilə, buna biz konservativ müalicə deyərək, estetik yön baxımından həmən götürülmüş vəzi toxumasının yerinə xüsusi uzun müddətli ömürlü istifadəyə yararlı implantlardan istifadə edərək süd vəziyə yenə həmən gözəl görünüş verərək xəstələrimizin həm konservativ müalicə eləmiş oluruq, həm onların komplekslərdən azad eləmiş oluruq. Sağlam olun, tez-tez müayinələrdən keçin ki, xəstəliklərdən uzaq olasınız.